Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən 19-cu əsrin ikinci yarısında sənayenin digər sahələri, nəqliyyat, rabitə və ticarət mövzusudur. Azərbaycanda kapitalist münasibətlərin inkişafı 19-cu əsrdə başlamışdır. Azərbaycanda ilk manufaktura 1827-ci ildə Nuxada fəaliyyətə başlamışdır. Azərbaycanda kapitalist münasibətlərin inkişafı əsasən 19-cu əsrin ikinci yarısından sürətlə inkişaf etməyə başladı. 19-cu əsrin 60-cı illərində Azərbaycanda artıq sənayenin bir sıra sahələri inkişaf etməyə başlamışdı. Bu dövrdə Azərbaycanda əsasən sənayenin bir sıra sahələri Rus və xarici kapital hesabına inkişaf edirdi. Həmçinin bu dövrdə Azərbaycanda sənayenin inkişafında yerli sahibkarların da, yerli burjuaziyanın da əməyi olmuşdur. Azərbaycanda sənayenin inkişafında inkişaf edən sahələrdən biri də metallurgiya sahəsidir. Metallurgiya sahəsində kapitalist münasibətlərin inkişafı neft sənayesindən daha əvvəl başlamışdır. Metallurgiya sənayesinin inkişaf prosesi 19-cu əsrin ortalarında başlamışdır. Azərbaycanda metallurgiyanın inkişaf edən sahələrindən biri də mis sənayesidir. Gədəbəydə hətta 1855-ci ildə Gədəbəy mis əritmə zavodu 1855-ci ildə fəaliyyətə başlamışdı. Gədəbəy mis əritmə zavodu kim tərəfindən, yerli sahibkarlar tərəfindən əsası qoyulmuşdu. Daha sonra isə Gədəbəy mis əritmə zavodun almanlara məxsus Siemens qardaşları şirkəti tərəfindən alınmışdı. Siemens qardaşları şirkəti Gədəbəy mis əritmə zavodunu aldıqdan sonra buranı Almaniyadan gətirilmiş avadanlıqla təchiz etmişdilər. Bunun nəticəsində Gədəbəy mis əritmə zavodu daha sürətlə inkişaf etməyə başlamışdı. Hətta Gədəbəy mis əritmə zavodu o dövrdə Rusiyada ən böyük mis əritmə müəssisəsi hesab edilirdi. Siemens qardaşları tərəfindən 1883-cü ildə Qalakənddə mis əritmə, mis saflaşdırma zavodu da fəaliyyətə başlamışdır. Bu Qalakənd mis əritmə, mis saflaşdırma zavodu təmiz misi emal edən ilk müəssisə hesab edilir. Təmiz misi emal edən ilk müəssisə hesab edilir. Bu da nə vaxt fəaliyyətə başlamışdı? 1883-cü ildə. Hətta sonrakı dövrdə Siemens qardaşları şirkəti tərəfindən Gədəbəy mis əritmə zavodu ilə Qalakənd mis əritmə və mis saflaşdırma zavodunu birləşdirən dar xətti dəmir yolu çəkilmişdi. Bunları birləşdirilirdi. Həmçinin filiz mədənlərinin də birləşdirilməsində mühüm rol oynamışdı. Gədəbəy mis əritmə zavodunun içində bir müddət yanacaq növü kimi meşə kömüründən istifadə edilirdi. Bu da həmin ərazilərdə meşə ehtiyatının qismən azalmasına səbəb olmuşdu. Bu dövrdə Azərbaycanda inkişaf edən sənaye sahələrdən biri də yüngül və yeyinti sənaye sahələri idi. Yüngül və yeyinti sənaye sahələri daha çox Azərbaycanda Şəki-Zaqatalada, Qarabağ-Naxçıvan ərazisində inkişaf etmişdi. Yüngül və yeyinti sənaye sahələrinin inkişafında əsasən Azərbaycanlı sahibkarlar mühüm rol oynamışdı. Yüngül sənayenin inkişaf edən sahələrindən biri də bu dövrdə ipək emalı müəssisəsi idi. Bu dövrdə Cənubi Qafqazda ipək emalının başlıca mərkəzi Şəki şəhəri idi. Hətta Şəkini bu dövrdə 19-cu əsrin ortalarında Qafqazın Leonu da adlandırırdılar. 1861-ci ildə Şəkidə ipək fabriki fəaliyyətə başladı. Şəkidəki ipək fabriki 1861-ci ildə fəaliyyətə başlamışdı. Əsası Rus kapitalistləri tərəfindən qoyulmuşdu. Bu dövrdə Şəkidəki ipək fabriki buxar mühərrikləri ilə təchiz edilmişdi. Avropada ən böyük toxuculuq müəssisəsi hesab edilirdi. Bunun nəticəsində Azərbaycanda Şəki ipək fabriki fəaliyyətə başladıqdan sonra ipəkçilik daha sürətlə inkişaf etməyə başlamışdı. Həmçinin bu dövrdə Azərbaycanda yerli sahibkarlar tərəfindən də Şuşada, Cəbrayılda, Naxçıvanda ipək zavodları, ipək fabrikləri fəaliyyətə başlamışdı. Azərbaycanda bu 19-cu əsrin ikinci yarısında inkişaf edən sənaye sahələrindən biri də pambıqçılıq sənayesi idi. Bilirik ki, 19-cu əsrin ortalarında
1860-65-ci ildə ABŞ-da vətəndaş müharibəsi baş vermişdi. Amerikada baş verən vətəndaş müharibəsi nəticəsində pambığın Avropaya gətirilməsi məhdudlaşdırılmışdı, azaldılmışdı. Bu da Azərbaycanda və digər ərazilərdə pambıqçılığın inkişafı üçün şərait yaradırdı, zərurəti irəli sürürdü. Və bunun nəticəsində 19-cu əsrin ikinci yarısında Azərbaycanda pambıqçılıq təsərrüfatları inkişaf etməyə başladı. Nəticədə 1882-ci ildə artıq Naxçıvanda pambıq təmizləmə zavodu da fəaliyyətə başladı. Azərbaycanda ilk pambıq təmizləmə zavodu Naxçıvanda açılıb. Azərbaycanda ən çox pambıq istehsal edən quberniya İrəvan quberniyası idi. İrəvan quberniyası pambıqçılıq sürətlə inkişaf etmişdi. Həmçinin bu dövrdə İrəvanla yanaşı Bakı və Yelizavetpol quberniyalarında da qismən pambıqçılıq inkişaf edirdi. Həmçinin Bakı-Tiflis dəmir yolu ətrafında yerləşən ərazilərdə də pambıqçılıq inkişaf edirdi. Azərbaycanda sənayenin sahələrindən biri də balıqçılıq sənayesi idi. Balıqçılıq sənayesində əsasən yerli sahibkarlarıdır. Azərbaycanlı sahibkarlar bu sayədə üstünlük təşkil edirdilər. Hətta Hacı Zeynalabdin Tağıyev tərəfindən Bankər qəsəbəsində ayrıca bir balıqçılıq mərkəzi də fəaliyyətə başlamışdı. O, Azərbaycandakı ən böyük balıqçılıq mərkəzidir. Hətta balıqçılıq sənayesindəki sahibkarların 70% yerli sahibkarlara məxsusdur. Balıqçılıq sənayesinin inkişafı İltizam sisteminin ləğvindən sonra daha sürətlə inkişaf etməyə başladı. Balıqçılıq sənayesində artıq yeni kitablarda ilə qeyd edilmir. 1880-ci ildə iltizam sistemi ləğv edilmişdi. İltizam sisteminin ləğv edilməsi balıqçılıq sənayesinin inkişafına mühüm təsir göstərmişdi. Bu dövrdə Azərbaycanda inkişaf edən sahələrdən biri də tütünçülük idi. Bilirik ki, Azərbaycana ilk dəfə tütün 17-ci əsrdə Portuqallar tərəfindən gətirilmişdi. Tütünün sahəsinin inkişafı 19-cu əsrin ikinci yarısına təsadüf edir. Yerli kapitala əsaslanan ilk tütün fabriki Şəkidə açılmışdı. Ən iri tütün fabrikləri isə Bakı quberniyasında yerləşirdi. 19-cu əsrin ikinci yarısında Rusiyada şərabçılıq sənayesi inkişaf edirdi. Şərabçılığa ehtiyac vardı. Bunun nəticəsində Azərbaycanda da şərabçılıq sənayesinin inkişafına şərait yarandı və Yelizavetpol quberniyasında, həmçinin qəzasında bir sıra şərabçılıq zavodları da fəaliyyətə başlamışdı. 19-cu əsrin ikinci yarısında Azərbaycanda nəqliyyat sisteminin inkişafı sahəsində də bir sıra uğurlar qazanıldı. Ən mühüm hadisələrdən biri 1883-cü ildə Bakı-Tiflis dəmir yol xəttinin çəkilməsi oldu. Bakı-Tiflis dəmir yol xəttinin çəkilməsi nəticəsində buradan artıq Azərbaycan Batuma qədər olan dəmir yol şəbəkəsinə qoşulmuş oldu. Bu da ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərdi. 1900-cü ildə Biləcəri, Dərbənd, Petrolus, Maçqala dəmir yol xətti istifadəyə verildi. Bunun nəticəsində Azərbaycan Rusiya dəmir yol xəttinə qoşulmuş oldu. Və bunun nəticəsində Azərbaycanda dəmir yolu üzərində yerləşən qəzaların da inkişafına səbəb oldu. Lakin dəmir yollarından kənarda qalan bir sıra qəzalarda isə bu inkişafa mənfi təsir göstərmişdi. Hansılardır? Nuxaydı, Şuşaydı, Şamaxıda qəzalarında ticarət əlaqələrinin zəifləməsinə səbəb oldu. Nə üçün? Çünki onlar dəmir yol şəbəkəsindən kənarda yerləşirdilər. Azərbaycanda artıq bu dövrdə rabitə sahəsi də inkişaf edirdi. 1860-cı illərdə artıq Bakı, Tiflis, Naxçıvan, İrəvan, Gəncəni birləşdirən teleqraf xəttləri çəkildi. 1886-cı ildə Bakıda ilk dəfə mərkəzləşdirilmiş telefon stansiyası fəaliyyətə başladı. 19-cu əsrin ikinci yarısında Bakıda bank kredit müəssisələri də fəaliyyətə başladı. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Həmçinin 19-cu əsrin artıq sonlarında Azərbaycanda ilk yarmarka da təşkil edilmişdi. İlk yarmarka Bakı şəhərində təşkil edilmişdi. Bu da ili artıq yeni kitablarda qeyd edilmir. 1887-ci ildə idi ilk dəfə. Cənubi Qafqazda ilk dəfə birgə Bakıda fəaliyyətə başlamışdı. Bu da 19-cu əsrin
sonlarına aiddir. Birgə qiymətli kağızların, pulların dəyişilməsi yeridir. 19-cu əsrin sonunda artıq Bakının işıqlandırılması işində Qafqaz və Merkuri şirkətinin mühüm rolu olmuşdur. Yəni, Bakının işıqlandırılmasında, elektrikləşdirilməsində Qafqaz və Merkuri cəmiyyətinin mühüm rolu olmuşdur. 19-cu əsrdə Azərbaycanın görkəmli sahibkarlarından biri də Milli Burjuaziyanın görkəmli nümayəndələrindən biri də Hacı Zeynalabdin Tağıyevdir. Bilirik ki, Azərbaycan Çar Rusiyasının müstəmləkəsi idi. Ancaq Çar hökuməti Azərbaycanda hazır məhsul istehsal edən müəssisə tikməyə icazə vermirdi. Azərbaycanda xammal daşınırdı Rusiyaya. Bu hazır xammal Rusiyada istehsal edildi. Ancaq Hacı Zeynalabdin Tağıyev müstəmləkə iqtisadiyyatına zərbə vuran, onu sındıran ilk sənayetçi olmuşdu. Hacı Zeynalabdin Tağıyevin Bibiheybətdə neftli torpaqları da vardı. Bu neftli mədənlərin ingilislərə satdı. Yalnız cüzi bir hissəsi 5%-in öz əlində saxlamışdı və aldığı bu pulları balıqçılıq, gəmiçilik, toxuculuq sahələrinə qoydu. Və bunun nəticəsində yerli sahibkarlar tərəfindən biri də Hacı Zeynalabdin Tağıyev idi. Bu sahələr sürətlə inkişaf etməyə başladı. Hacı Zeynalabdin Tağıyevdən başqa bu dövrdə Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev kimi görkəmli sahibkarlar da vardı. Hacı Zeynalabdin Tağıyev tərəfindən 1900-cu ildə Bakının Əhmədli kəndində ilk toxuculuq fabriki fəaliyyətə başladı. Bu toxuculuq fabriki xüsusi layihə əsasında hazırlanmışdı. Azərbaycanda hazır məhsul istehsal edən ilk müəssisə idi. Burada yaşayan fəhlələr, həmçinin bu müəssisədə çalışan fəhlələr pulsuz evlə təmin edilmişdi. Həmçinin onlar üçün pulsuz xəstəxana, həmçinin fəhlələr üçün orada məktəb, elektrik stansiyaları da quraşdırılmışdı. Bu dərsimizlə bağlı bu qədər.